Müasir süni intellekt alətləri, məsələn ChatGPT, Google Gemini yüksək səviyyədə, yüksək keyfiyyətli şəkillər hazırlaya bilir, həmçinin bu şəkillər üzərində işləyə bilir. Yaxşı, soruşa bilərsiniz, bu funksiya mənim nə işimə yarayacaq? Məsələn, işdə bundan necə faydalana bilərəm və ya bu funksiyadan istifadə edərək gəlir əldə etməyim mümkündürmü? Bax, bu sualların cavabını əvvəlcə sizə qısa şəkildə verəcəm. Sonra da prosesləri addım-addım sizə göstərəcəm, yəni şəkilləri necə hazırlamaq olar və s. Təsəvvür edin ki, siz sosial şəbəkələr üçün kontent, məzmun yaradırsınız. Məsələn, YouTube kanalınız var, YouTube kanalı üçün videolar yaradırsınız və ya Instagramda, digər sosial şəbəkələrdə paylaşımlar edirsiniz. Bu zaman sizin ən çox vaxtınızı aparan işlərdən biri böyük ehtimal ki, YouTube üçün qapaq şəkilləri hazırlamaq və ya Instagramda paylaşacaq şəkilləri hazırlamaqdır. Baxın, bu mövzuda yüksək səviyyədə süni intellekt sizə kömək edə bilər. Başqa, tamamilə əlaqəsiz bir sahəyə indi keçəcəm. Siz bir yazıcısınız. Uşaqlar üçün hekayələr, nağıllar yazırsınız və hekayənin içərisində oradakı personajların şəkillərini yerləşdirmək lazımdır. Amma sizin şəkil çəkmə kimi qabiliyyətiniz yoxdur. Rəssama da külli miqdarda pul ödəyə bilmirsiniz. Bu zaman yenə süni intellektdən istifadə edərək qəhrəmanların şəkillərini yarada bilərsiniz. Onları müxtəlif səhnələrdə təsvir edə bilərsiniz. Videonun davamında bunu da göstərəcəm. Başqa bir formada da yanaşma eləmək olar burada. Tutaq ki, siz ümumiyyətlə bu sahədə işləmirsiniz, yazıcı deyilsiniz, heç bir hekayə yazmırsınız. Amma baxın, yazıçılar məsələn müəyyən səbəblərə görə ola bilər ki, süni intellektlə işləməyi bacarmırlar. Bu insanlara belə xidmət də satmaq olar. Məsələn, hekayəni o yazsın, sən də süni intellekt vasitəsilə şəkilləri hazırla. Başqa bir formada yanaşma eləyə bilərik. Tutaq ki, hər hansı bir məhsul satırsınız. Tutaq ki, ətir satırsınız, başqa hər hansı bir məhsul satırsınız, texnologiya aləti satırsınız və sosial şəbəkələrdə, Instagram hesabında onun şəkillərini çəkmək istəyirsiniz. İstəyirsiniz şəkillər çox keyfiyyətli olsun, telefon vasitəsilə studiya effekti ala bilmirsiniz. Siz bu şəkilləri çəkib, süni intellekt vasitəsilə onları studiya effektinə gətirə bilərsiniz və müxtəlif yerlərdə onları təsvir edə bilərsiniz. Misal üçün, bir ətir təsəvvür edin, hansısa bir markalı ətri satırsınız. Siz istəyirsiniz ki, bunun telefondan şəklini çəkəsiniz, daha sonra studiya formatında keyfiyyətli formata gətirəsiniz. Bunu süni intellektlə edirsiniz. İstəyirsiniz ki, bu şəkil, misal üçün, dənizin sahilində, qumların üzərində təsvir olunsun. Bunu ChatGPT vasitəsilə edə bilirsiniz. Eyni zamanda fotomontaj işlərini də görə bilirsiniz. Məsələn, Photoshop vasitəsilə görə biləcəyiniz işlərin sadə variantlarını süni intellekt vasitəsilə eləmək olur. Arxa planın təmizlənməsi olsun, hər hansı bir obyektin əlavə olunması və ya obyektlərin çıxarılması. Öz markanız var, özünüzün hər hansı bir xidməti var, onu satırsınız. Bax, bu xidmətlə bağlı tanıtım baxımından hansısa şəkillər hazırlaya bilərsiniz, məlumat xarakterli paylaşımlar edə bilərsiniz. İndi gəlin keçək kompüterə, mən ekranı sizinlə paylaşım. Bu dediklərim və daha çoxu ilə bağlı mən sizə nümunələr göstərim. Birinci nümunə. Mən öz işimlə bağlı ilk nümunəni verəcəm. Tutaq ki, YouTube kanalım üçün bir video hazırlamışam və bu video süni intellekt onun iş həyatına faydaları ilə bağlıdır. Baxın, yuxarıda kimi bir prompt vermişəm. Süni intellekt və onun faydaları, iş mühitində məhsuldarlığın artırılması mövzusunda YouTube videosu hazırlamışam. Bu video üçün 16:9 ölçülü yüksək keyfiyyətli şəkil hazırla. Şəkil üzərində təkcə AI yazısı olsun, başqa yazı əlavə etmə. Şəkil videonun mövzusuna uyğun və diqqət çəkən tərzdə olsun. Şəkildə rəsmi geyimdə olan bir işçi də təsvir et deyib və promptu göndərmişəm. Belə gördüyünüz kimi bu şəkildə bir YouTube üçün qapaq şəkli hazırlayıb. Daha sonra bunun üzərində biraz daha fərqli dəyişikliklər eləmək istəmişəm. Növbəti mərhələdə öz şəklimi vermişəm. Eyni promptu yazmışam və burada əlavə etmişəm ki, şəkildə dizaynı saxlasın və mənim öz şəklimi yerləşdirsin. Bax, ona göndərdiyim şəkil bu formadadır və yekun nəticə bu şəkildədir. Mənim şəklimdə dizaynı əlavə eləyib, yenə AI yazısı var, arxa plan müasir texnologiyaya uyğun formada, süni intellektə uyğun formada hazırlanıb. Və bunlardan hər hansı birini YouTube qapaq şəkli olaraq istifadə etmək olar. Təbii ki, üzərinə bəzi yazılar da yazmaq olar. Digər bir prompta keçirəm. Bildiyiniz kimi mənim süni intellekt təlimi adında bir Udemy kursum var. Orada ChatGPT, Gemini və Notebook-LM ilə bağlı videolar yerləşdirmişəm. Bu kursun tanıtımı ilə bağlı bir Instagram postu hazırlamasını istəyirəm və bu zamanda belə bir gördüyünüz kimi təsvir yaradır. Udemy-də AI kursu, süni intellekt təlimi yazıb, ChatGPT, Gemini, Notebook-LM kursu. İndi burada diqqətinizi çəkən bir şey oldu yəqin ki.
Baxın, yuxarıdakı təsvirlə aşağıdakı təsvirin dizaynı, görünüşü bir-birinə çox yaxındır. Bu niyə görə belə oldu? Mən eyni söhbət pəncərəsində bu prosesi yerinə yetirdiyim üçün belə bir nəticə əldə olundu. Amma misal üçün daha yaxşı olması üçün buradakı promptu kopyalayıb yeni bir pəncərədə açmaq olar və baxın, buradan yeni söhbət pəncərəsinə keçirəm, plus düyməsini vururam, görsel oluştur deyirəm və Ctrl V bayaqki promptu bura əlavə edirəm. Süni intellekt təlimi ChatGPT Gemini Notebook LM adlı Udemy kursunun tanıtımı üçün 1:1 ölçülü Instagram postu hazırla və göndər düyməsini vururam. Əslində daha yaxşı bir nəticə üçün bu kurs nə ilə bağlıdır? Biraz daha detallı məlumat verə bilərsiniz. Mən vaxt getməsin deyə o hissələrə getməyəcəm və göndərdim, prompt işləməyə başladı. Əslində, yəqin ki, bununla bağlı eşitmisiniz. Süni intellekt alətlərindən ən məşhur olan ikisi ChatGPT və Google Gemini. Hər ikisi şəkillər, təsvirlər üzərində işləyə bilir. Mən hal-hazırda dekabr ayının 25-i bu videonu çəkirəm və hal-hazırda ChatGPT-nin 5.2 versiyasından istifadə edirəm. Bir neçə gün əvvəl tanıdılıb bu versiya. Artıq 5.2 versiyası ilə birlikdə ChatGPT-də qrafiki təsvirlər üzərində kifayət qədər yüksək səviyyədə işləyə bilir. İndi gəlin buna baxaq. Udemy'nin logosunu qoyub, süni intellekt təlimi. Bəzən Azərbaycan hərflərində səhv eləyə bilir, süni i-lərdə, ə-lərdə. Burada hər iki bir problem görsənmir. ChatGPT, Gemini, Notebook, LM. Praktik dərslər, ətraflı izahlar yazıb. Burada ə-də problemi var. Real layihələr. Bunlar həqiqətən kursumda olan şeylərdir. Əslində, süni intellekt alətlərini siz uzun müddət istifadə eləyəndə onlar sizi tanıyırlar və mən kursun adı ilə bağlı, bir çox şeylərlə bağlı süni intellektdən məsləhət almışam. Ona görə onun məlumatı var. İndi belə bir dəyişiklik eləyəcəm, elə canlı formada. Buradan plus düyməsini vururam, fotoğraf əlavə et deyirəm. Düşürəm ən axıra. Baxın, buradan öz şəklimi seçib əlavə eləyirəm və sadəcə qısa bir prompt yazacağam ki, dizayna mənim şəklimi də əlavə et. Dizayna mənim şəklimi də əlavə et. Paltarı rəsmi iş geyimi ilə dəyişdir. Ölçü 1:1 olsun, yəni Instagram formatı. Şəkil yüksək keyfiyyətli olsun və mənim üz cizgilərimi, görünüşümü qoru dedim. Bəzi hallarda siz şəkil əlavə edirsiniz və baxırsınız ki, dizayn əlavə edir, amma oradakı adam sizə çox oxşamır. Bax, ona görə keyfiyyətli olsun dedim. Üz cizgilərimi və görünüşümü qoru dedim və promptu göndərdim. İndi yəqin ki, buradakı stili saxlayacaq və şəklin bir tərəfinə məni də əlavə edəcək. Gözləyək. Gördüyünüz kimi artıq şəkil hazırlanır. Arxa plan dizaynını qoruyub, saxlayıb və belə böyüdüb baxaq. Üz cizgilərimi qoruyub. Üz cizgilərimi qoruyub. Baxın, bu mənim verdiyim referans şəkil. Bu da onun əsasında hazırladığı dizayn. Süni intellekt təlimi, ChatGPT, Gemini, Notebook LM. Burada artıq logoları yığışdırıb, daha doğrusu mənim şəklim logolardan bəzilərinin üzərini tutub. Praktik dərslər, ətraflı izahlar, real layihələr yazıb. Ətraflı. Burada hərf səhvləri var, amma Canva kimi sadə proqramlar vasitəsilə bunu da həll eləmək olar və ya təzədən yaza bilərsiniz ki, hərf səhvləri var, hərf səhvlərini düzəlt və yaxud da dizaynla bağlı başqa buradan aşağıdan göstərişlər verə bilərsiniz. Belə, indi isə keçək digər nümunələrə. Növbəti nümunəmiz məhsul tanıtımı ilə bağlıdır. Baxın, burada gördüyünüz kimi mən informatika kitablarımın 2 dənəsinin şəklini bura yerləşdirmişəm. Biri adi müstəvi formatında, digəri isə 3D formatındadır və belə bir prompt yazmışam. Məhsul kitab şəkli yükləyəcəm. Bu məhsul üçün tanıtım şəkli yarat. Şəkil təmiz studiya fonunda ağ, açıq boz və s. burada detallar vermişəm olsun. Məhsulun formasını, logosunu və rəngini dəyişməz saxla. Şəklin ölçüsü 1:1 olsun, Instagram formatı, şəkil yüksək keyfiyyətli olsun, kitablar 3D görünsün. Və bundan sonra gördüyünüz kimi belə bir nəticə verib. Təbii ki, arxa planı dəyişdir deyə bilərsiniz, prompt üzərində biraz işləyə bilərsiniz. Baxın, burada da demişəm ki, şəklin arxa planını dəyişdir, texnologiya temalı olsun. Və bu zamanda arxa planı dəyişdirib. Arxa planın rəngini konkret olaraq özünüz istəyə bilərsiniz, dəyişdirə bilərsiniz və s. Bu da növbəti bir nümunə idi. İndi isə keçirik növbəti məsələyə. Videonun girişində dediyim kimi, təsəvvür edin ki, siz bir yazıcısınız və uşaqlar üçün hekayələr yazırsınız. Kitablarınız var, amma rəssamlıq qabiliyyətiniz yoxdur. İstəyirsiniz ki, kitabda şəkillər də olsun.
Baxın, yaxşı olar ki, siz yazdığınız hekayəni tam şəkildə burada ChatGPT-də mesaj bölməsinə yazasınız. Belə olanda o hekayəni tam analiz edib və oradakı personajların şəkillərini yarada bilər, daha yaxşı yarada bilər. Amma mənim əlimin altında belə bir hekayə olmadığına görə mən sadə bir prompt yazmışam. 4-7 yaş uşaqlar üçün bir hekayə yazmışam. Hekayənin baş qəhrəmanı Kirpi Papi, elə belə bir ad vermişəm. Kirpi Papidir. Bu hekayədə istifadə etmək üçün uşaqların xoşladığı formatda Kirpi Papi personajı hazırla. Ölçü 16'ya 9 olsun, keyfiyyət yüksək olsun dedim və bu komandanı göndərəndən sonra mənə belə bir təsvir hazırladı. Gördüyünüz kimi uşaqlara uyğun formada bir təsvir hazırlayıb. Əslində süni intellektlə şəkil yaradanda ən böyük problem nədir? Tutaq ki, siz kitabda təsvir hazırlayırsınız, başlanğıcda belə bir şəkil hazırladınız, sonra təzədən prompt yazanda kirpini biraz başqa cür təsvir edir. Baxırsan ki, buradakı kirpi ilə buradakı kirpi bir-birinə oxşamır. Bunun üçün bu problemin qarşısını almaqdan ötürü nə edirik? Bu şəkli kompüterin yaddaşına endiririk. Burada sağ tərəfdə kayd et düyməsi var və bundan sonra növbəti təsvirləri yaradanda bu şəkli yükləyirik. Baxın, növbəti hissədə nə etmişəm? Kompüterin yaddaşından şəkli yükləmişəm bura. Yəni mesaj bölməsində bax PDF'i vurursunuz, fotoğraf dosya yüklədib bunu yükləyirsiniz. Altına da yazmışam ki, Kirpi Papi ağacdan meyvə dərir. Bu səhnəni, personajın görünüşünü dəyişmədən təsvir et. Yəni tamam təzədən sıfırdan bir fərqli formada bir kirpi yaratmasın. Və bu da nəticə. Eyni burada başdan yaratdığımız personajı qoruyub, saxlayıb, alma ağacında alma dərir, səbətə yığır. Və keçirəm sonra növbəti mərhələyə. Yenə eyni şəkli yükləmişəm kompüterin yaddaşından. Kirpi Papi çayın kənarında oturub, bu səhnəni personajın görünüşünü dəyişmədən təsvir et. Bax, burada da belə bir nəticə verib. Yenə kirpi olduğu kimi qalır, sadəcə arxa planı, mühiti dəyişdirib. Gördüyünüz kimi heç bir dəyişiklik yoxdur, tamamilə kitabda istifadə oluna biləcək bir formatdır. Dediyim kimi, özünüz üçün məsələn hekayələr yazırsınızsa bunu eləyə bilərsiniz və ya başqalarına, yazıçılara bir xidmət olaraq bunu sata bilərsiniz. Tutaq ki, biraz daha bunu genişləndirək. Tutaq ki, nağılda 3 dənə qəhrəman personaj var. Nağılı bütöv şəkildə bura yükləyirsiniz. Hər 3 personajın tək-tək şəkillərini hazırladırsınız. Hamısını kompüterin yaddaşına yerləşdirirsiniz. Məsələn, ikisi bir yerdə olmalıdır. Hər ikisinin şəklini yükləyirsiniz, səhnəni təsvir edirsiniz və o sizin üçün bunu yaradacaq. Bu prosesi mən detallı formada süni intellekt, Udemy'də olan süni intellekt kursumda da izah eləmişəm. Və indi keçək növbəti nümunəyə. Növbəti nümunə təhsildə misal üçün istifadə edə biləcəyimiz bir infografiyadır. İnfografik nümunəsidir. Yəni təsvir, şəkil və üzərində qısa məlumatlar olsun. Bu, maarifləndirmək üçün, hər hansı bir şey haqqında məlumat vermək üçün də ola bilər. Məsələn, müəllimlər öz şagirdlərinə nəsə bir məlumat ötürəndə bundan istifadə edə bilərlər. Baxın, belə bir şey yazmışam. Virusların növləri ilə bağlı 16:9 ölçülü infografik təsvir hazırla. Mətnlər qısa və Azərbaycan dilində olsun. İndi bu promptda biraz problem var əslində. Problem nədir? Viruslar deyəndə bu kompüter viruslarını da başa düşə bilər. İnsanlar üçün nəzərdə tutulmuş viruslar da başa düşə bilər. Bax, mümkün qədər çalışıb promptu detallı yazmalısınız. Elə eləməlisiniz ki, tam fikrinizi başa düşsün. Burada gördüyünüz kimi virusun növləri və insanlara aid olan virusları götürüb verib. Arxa plan dizayn ona uyğundur. Aşağıda yenə gördüyünüz kimi DNA və s. burada virusların incələnməsinə ötürü olan aparat və s. yerləşdirib. Daha sonra isə bu promptu dəyişmişəm. Viruslar deyəndə kompüter viruslarını nəzərdə tuturdum. Yenidən hazırla, ölçü 16:9 olsun deyib göndərmişəm. Və bu dəfə də kompüter virusları ilə bağlı məlumatlar, qısa bir infografika hazırlayıb. Növbəti nümunəmiz biraz əyləncə xarakterlidir. Yəni iş həyatında ola bilsin ki, bunu istifadə edə bilməzsiniz, amma bunu da göstərim sizə. Tutaq ki, internetdə maraqlı bir şəkil görmüşəm, 3D. Əslində bunu özüm yaratmışam elə, prompt yazaraq. Və istəyirsiniz ki, bu formatda öz şəklinizi yaradasınız. Bax, bunu internetdən endirirsiniz şəkli. Bundan sonra bunu yükləyirsiniz ChatGPT-yə. Belə bir komanda vermişəm. Öz şəklimdən istifadə edərək yüklədiyim şəklə uyğun təsvir yaratmaq istəyirəm. Amma şəkildə mənim işimə uyğun elementlərin, informatika texnologiyaları olmasını istəyirəm. Görüntünün 3D görünməsi də önəmlidir. Bunun üçün mənə Azərbaycan dilində prompt yaz.
Bundan sonra ChatGPT sənin verdiyin şəkli analiz eləyir və bu formada bir şəkil yaratmaq üçün hansı prompt lazımdır? Bax, bu promptu bura yazır. Sadəcə buradan kopyala düyməsini vura bilərsiniz. Süni intellekt alətləri ingilis dilini daha yaxşı başa düşür. Ona görə mən aşağıdan bir də yazmışam ki, eyni promptu ingilis dilində yaz. Daha sonra bu promptu kopyalamışam, keçmişəm yeni bir chat pəncərəsinə və həmin chat pəncərəsində, baxın, öz şəklimi kompüterin yaddaşından yükləyib, promptu da altına yapışdırıb göndərmişəm və nəticədə belə bir təsvir hazırlayıb. Yəni, mənim işimə uyğun kompüterlər və s. qoyub, burada bir mikrosxem qoyub və məni də bir növ 3D karikatur formatında, cizgi film formatında hazırlayıb. Dediyim kimi, bu əyləncə xarakterlidir. İşlə bağlı bir nəsə eləmək olarmı? Hal-hazırda ağlıma gələn bir şey yoxdur. Növbəti nümunə isə şəkil üzərində işlə bağlıdır. Yenə eyni şəkli, öz şəklimi vermişəm. Şəklin fonunu dəyişdir. Fon texnologiya temalı olsun. Studio işıqlanması da tətbiq et. Rəngli işıqlandırma üslubundan istifadə et. Yüklədiyim şəkildəki insanın üz görünüşünü dəyişmədən paltarını iş paltarı, rəsmi geyim ilə dəyişdir. Demişəm və göndərmişəm promptu və belə bir nəticə verib. Arxa planda rəngli işıqlandırma istifadə edib. Baxın, orijinalda arxa plan və yeni şəkildə arxa plan. Üz cizgilərimi qoruyub, saxlayıb, hətta qolumdakı saat, əlimin forması, hər şey olduğu kimi qalıb. Kompüter qabağımdadır. Masanı biraz da rəngini dəyişdirib, daha yaxşı bir formata gətirib. İndi isə keçirik çox önəmli digər bir praktiki məsələyə. Bu, düşünürəm ki, bir çox insanların işinə yarayacaq. Çünki Instagram üzərindən, sosial şəbəkələr vasitəsilə hər hansı məhsul satan insanların sayı çoxdur. Baxın, tutaq ki, siz ətir satırsınız, hər hansı başqa bir şey satırsınız və bunun reklamlarını eləmək istəyirsiniz, şəkil paylaşmaq istəyirsiniz və s. Burada mənim əlimin altında elə bir məhsul olmadığı üçün əvvəlcə bir ətir dizayn etdirmişəm buna. Yazmışam MS markalı, kişilər üçün bir ətir xəyal et və onun dizaynını hazırla. MS Musa Yusufanın baş hərflərini birləşdirmişəm. Dizayn futuristik, texnoloji olsun. Təsvir 1:1 ölçülü və yüksək keyfiyyətli olsun. Studiya keyfiyyətində hazırla. Və bundan sonra belə bir nəticə verib mənə. Dizayn çox yaxşıdır, üstünə adını da yerləşdirib. Ortada bir işıqlandırılan hissə qoyub. Bu daha onu cazibədar göstərir. Yəni, çox yaxşı bir dizayn hazırlayıb. Növbəti mərhələdə, baxın, keçmişəm, həmin şəkli kompüterin yaddaşına indirmişəm, buradan birinci növbədə. Daha sonra həmin şəkli ChatGPT-yə təzədən yükləyib, aşağıdakı kimi bir prompt yazmışam. Ətir dəniz sahilində olsun, ikidə ətir hər hansı bir insanın əlində olsun və maşının üzərində olsun. Üçünü birləşdirib belə bir reklam üçün post hazırlayıb. Daha sonra da bunları ayrı-ayrılıqda hazırlatmışam. MS ətri dəniz sahilində, yenə şəkli yükləyirəm ki, olduğu kimi saxlasın. MS ətri dəniz sahilində yarı hissəsi quma batmış formadadır. Üzərində su damlaları var. Təsvir 1:1 ölçüsündə və yüksək keyfiyyətdə olsun deyib göndərmişəm. Belə bir nəticə verib. Kifayət qədər keyfiyyətli hazırlayıb. Gördüyünüz kimi dizaynda olduğu kimi qoruyub, saxlayıb. Arxa planda dəniz, qum, kiçik su damlaları. Və keçmişəm növbəti hissəyə. Burada yenə şəkli yükləmişəm. MS ətri rəsmi iş paltarı geyinmiş bir kişinin əlindədir. Təsvir 1:1 ölçüsündə və yüksək keyfiyyətdə olsun. Təsvirin orijinal görünüşünü qoru demişəm. Bu axırıncı cümləni də yazmağınız yaxşıdır və bu zamanda belə bir nəticə verib. Baxın, insanın sadəcə əlini və bədəninin bir hissəsini göstərir. Burada əsas məqsəd reklamda bundan istifadə edirlər. Əsas diqqət mərkəzində olan ətrin özü olsun. Ona görə belə eləyib. Təbii ki, siz promptda kişinin başı görsənsin, üzü görsənsin və s. deyə bilərsiniz. Daha fərqli formata gətirə bilərsiniz. Növbəti mərhələdə yenə şəkli yükləmişəm. Yazmışam ki, MS ətri günəşli bir havada bahalı, qırmızı rəngli bir avtomobilin üzərindədir. Təsvir 1:1 ölçüsündə və yüksək keyfiyyətdə olsun. Təsvirin orijinal görünüşünü qoru və burada da belə bir şey verib. Və diqqət eləyin, şəkil, baxın, günəş hansı istiqamətdədir? Eyni cür, baxın, kölgə də günəşə uyğun formada hər şeyi hazırlayıb. Maşın parlaq rəngdədir və həm buludlar burada əks olunur gördüyünüz kimi, həm də təsvir şəklin, markamızın, yəni ətrin özü burada əks olunur və MS burada aşağıda da güzgü effektini görə bilirsiniz. Çox detallı şəkildə, yüksək səviyyədə hazırlayıb. Bu nümunələrin sayını artırmaq olar. Daha fərqli məqsədlər üçün də
ChatGPT-nin və ya Google Gemini-ın təsvir yaratmaq xüsusiyyətindən istifadə edə bilərsiniz. Bəs siz süni intellekti hansı sahələrdə istifadə edirsiniz? Bununla bağlı rəylərdə yazsaz sevinərəm. Videonu sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər süni intellekt sizin üçün maraqlıdırsa və sizin işinizi asanlaşdıracağına inanırsınızsa, Udemy-də hazırladığım süni intellekt kursuna qoşula bilərsiniz. Bu kursda ChatGPT, Google Gemini və Notebook LM-dən istifadə qaydaları detallı şəkildə izah olunur. Kursun linkini videonun açıqlamalar bölməsinə əlavə edəcəm.